Deməli, bugünkü dərsimiz indefinite pronounlardır. Pronounlarda qeyri-müəyyənlik əvəzlikləridir. Qeyri-müəyyənlik əvəzliklərindən bildiyimiz kimi some, any, bir də one-ı öyrənirik. Some əgər sayılmayan isimlə tərcümə olunursa, bir az, bir qədər deyə tərcümə olunur. Əgər cəm isimlərlə götürürəmsə, bir neçə deyə tərcümə edirəm. Və baxın, burada deyirəm ki, I have got some jobs. Burada da deyirəm ki, I have got some money. Gördüyümüz kimi həm cəm isimdən, həm də sayılmayan isimdən istifadə edirik. Bir az, bir də bir neçə dənə deyə istifadə edirik. Some'ı biz nə zaman istifadə edirik? Yalnız təsdiq cümlələrində istifadə edirik. Və xahiş, məsləhət, xahiş, təklif bildirərsə, onda biz some'dan istifadə edə bilərik. Baxın, təkrara yol verməmək üçün biz təzdən some'dan, any'dən istifadə edirik, ismin adını çəkmirik. Amma normalda some və any'dən sonra isim gəlir. Baxın, məsəl üçün, do you need any bread? Sənin çörəyə ehtiyacın var. I can give you some. Mən sənə biraz verə bilərəm. Yəni, biraz çörək mənasında. Sadəcə some'dan sonra bread sözü neyinib uşaqlar ixtisara düşübdür. Sonra gəlirik, nəyə baxırıq? Some və any haqqında. Some dedik ki, təsdiq cümləsində işlənir. Any isə inkar və sual cümlələrində istifadə edirik. Baxın, əgər bir şeyi biz təklif eləyiriksə, xahiş eləyiriksə, bu zaman biz any'dən yox, some'dan istifadə edirik. Məsəl üçün, would you like? Xoş istəyirsənmi? Cümlə would you like-dan başlayırsa, can I have-dan başlayırsa, bu tipli sözlərlə can, could, would bunlarla başlayırsa və bu cümlədə any yox, some istifadə eləyəcəyik. Baxmayaraq ki, sonunda sual işarəsi var. Və baxırıq nəyə uşaqlar? Əgər inkar gəldirsə, inkardan sonra mütləq və mütləq nə istifadə etməliyəm? Any istifadə etməliyəm. Some istifadə eləyə bilmərəm. Amma inkardan əvvəl mən some istifadə eləyə bilərəm. Və some dümdüz nəqli cümlələrdə də istifadə olunur. Bayaq dediyimiz kimi, some people like to rest in the village. Bəzi insanlar kənddə istirahət etməyi xoşlayırlar. Eyni isə hər hansı bir istənilən bir mənasında istifadə olunur və təsdiq cümləsində istifadə olunur. İstənilən, you may take any books you want. İstədiyin kitabı götürə bilərsən. Bu cür istifadə edirik. Some və any'dən sonra of sözünü ilə istifadə edə bilirik. Some of his sugar is dumb. Some of the answers were correct. Niyə bəs burada is, niyə burada were? Baxırıq, some of özündən sonra gələn isimlə uzlaşır. İsim əgər uncountable-sa, xəbəri təkdə olur. İsim əgər cəmdədirsə, xəbəri cəmdə olaraq istifadə edirik. Some'dan sonra, some'ın of'undan sonra, özündən sonra obyekt halda da bir əvəzlik gələ bilər. Some of us, bizdən bəzilərimiz were late for the meeting. Meetingə gecikdi. Deməli, some və any, body, one, sing ilə istifadə olunur və törəmə əmələ gətirirlər. Bunlara da törəmələr deyilir. Məsəl üçün, somebody, someone, kimsə deyirik, something nə isə deyirik. İnkar və sual cümləsi üçün anything nə isə heç nə, anybody, anyone, kimsə, heç kim olaraq istifadə edirik. Deməli, sing ilə düzələn törəmələr əşyalara aid olur, mücərrəd anlayışlara aid olur və one ilə body ilə düzələnlər isə insanlara aid olur. Məsəl üçün, və bunun xəbəri hər zaman təkdə olur, amma neither nor, so neither cümlələrində biz bunu verəndə xəbərini əvəzliyini cəmdə veririk. Amma bunların xəbərləri nədir? Təkdədir. Gördünüz, somebody xəbəri is sleeping təkdə verirəm. Anybody, məsəl üçün, təkdə verirəm. Bəli. Əgər cümləmizdə if varsa, uşaqlar, biz some'dan yox, any'dən istifadə edirik. Uyğun olaraq ya any book, ya any one, ya anything bu cür istifadə edirik. Hardly'nin özündə elə bir dənə inkarlıq var, mənfilik var. Mənfilik varsa, biz onunla nə istifadə edirik? Any istifadə edirik. Yəni, hardly olan cümlədə biz any istifadə edirik. Some istifadə etmərik. Burada, məsəl üçün, never varsa, neverdən sonra any istifadə edirik. Baxın, burada hardly var, any veribdir. Hardly var, any veribdir. Never var, any veribdir. Bu cür istifadə edirik. Deməli, any'dən sonra inkar gəlməz. Amma any təsdiq cümləsində gələr.
anybody doesn't know. Biz də bilirik ki, samdan sonra. Baxın, anybody doesn't know him in this city. Bunu bu cür istifadə etmirik. Biz istifadə edirik nə? Any'dən doesn't-dakı notu alırıq və törəmədəki any'ni silirik, yerinə no qoyuruq. Nobody knows him in this city. Heç kim deyir onu bu şəhərdə tanımır. Baxın, any people couldn't answer the question. Bu qrammatik olaraq düzgün sayılmır. Biz nə edirik? Could'dan notu alırıq, no-nu alırıq, any'ni də silirik və deyirik ki, no peoples could answer the question. Və burada no qoyub burada heç vaxt couldn't olaraq istifadə etmirik. Onu mütləq yadımızda saxlayırıq. Əvvəlcədən adı çəkilmiş bir şeydirsə, onda biz əgər təkdədirsə one veririk, cəmdədirsə once veririk. This room is lighter than that one. Bu ev deyir ki, o biri otaqdan, bu otaq o biri otaqdan daha işıqlıdır. Yəni one deyəndə bilirəm ki, söhbət otaqdan gedir. I have a white shirt. Mənim deyir ki, ağ koftam var. I need a black one. Mənim deyir qara bir dənəsinə də ehtiyacım var. Bu cür istifadə edirik. Amma əgər burada ismim cəmdə olsa, mən one yox, uşaqlar once-dan istifadə edərdim. I will buy new ones. Mən deyir, yeni bir dənələrini alacağım. My trousers have torn. Mənim deyir, şalvarlarım çırılıbdır. Burada trousers cəmdə olduğuna görə burada once olaraq qayıtdım. Aydındır. Problem yoxdur ki, uşaqlar. Aha. İndi gəldik defining pronounlara. Yəni, defining təyinidir. Artıq təyin edirik. Nəyi? Var each, var every, either, both, all, most, another, other. İndi gəlirik bunları bir-bir hamısını incələməyə. Each hər biri deməkdir. Hər biri. Qrup alanda olan şəxs və əşyanın hər biri haqqında ayrı-ayrılıqlı bizə məlumat vermək üçün istifadə edilir. Və bu əvəzliklərdən sonra sayıla bilən tək isim işlədilir. Məsəl üçün deyirəm ki, each sentence, hər bir cümlə is important here. Burada vacibdir. Və of sözünü ilə işləndikdə cəm isim də gələ bilər bundan sonra. Amma birbaşa içdən sonra isim gəlirsə, bu sayıla bilən tək isim istifadə edirik. Amma ofla olanda ofdan sonra cəm isim ola bilər. Each of the students. Yenə nəyə fikir verirəm ay uşaqlar? Mən burada nəyə fikir verirəm? Students deyilə, amma burada gördünüz həz götürdüm. Niyə? Each of-un xəbəri nədə gəlir? Təkdə gəlir. Həz verirəm. Each of them was interesting. Every-də hər bir əvəzliyi də istifadə olunur. Sayıla bilən tək isimlərdən götürülür. Bax bunun kimi every man, hər adam must be honest, vicdanlı olmalıdır. Amma every-dən sonra öz başına tək istifadə oluna bilmir. Yəni each, every was ola bilməz. Every'dən sonra birbaşa of gəlmir. Amma bayaqlarım yuxarıda dedik ki, içdən sonra birbaşa of gələ bilir. Amma every'dən sonra birbaşa of gəlmir. Əgər every'dən sonra of görsəz, boşluqlarda every variantını silin. Yəni, birdən boşluq verər, of verər yuxarıda cümlədə. Variantlarda every gördüyümüz silirik. Amma every one of ifadəsi var. Bu cür istifadə eləyə bilərik. Every əvəzlikləri body, one, sing ilə birləşir. Everything, hər şey. Everybody, hər kəs. Everyone, hər kəs. Bu cür istifadə, everywhere, hər yer. İstifadə eləyə bilərik. Törəmələrə nə var uşaqlar? 3 dənə qızıl qaydamız var. Of ilə istifadə olunmur bu törəmələr. İsimlə istifadə olunmur. Bunların xəbəri təkdə gəlir. Mütləq və mütləq. Amma məsəl üçün bu insana aid törəmələrin xəbəri təkdə gəlsə belə onların əvəzliyi cəmdə gəlir. Amma everything-inki it olaraq qaytarırıq. Cəmdə qaytarmayacağıq bunu. İndi bax bunlar everyone'dır, everybody'dir. Bunlar gəlik də qəbul edir. Everybody's question will be answered. Hər kəsin sualı will be answered cavablandırılacaq. Burada gördünüz everybody's question. Either ya da bu hər hansı biri istənilən biri deyə tərcümə olunur. Mənim deyir 2 dənə qələmim var. I have 2 pens. You may take either. Yəni hansını istəsən istənilən birini götürə bilərsən. You may take either. Bu cür istifadə edirəm. Ancaq of sözü ilə işlənəndə cəmsim də tələb edə bilir. Either of the children has. Yenə deyirəm each of, either of. Bunların xəbəri hər zaman və hər zaman təkdə istifadə edirik. Either inkar cümləsində ikisindən heç biri mənasında
istifadə edilir. Amma ən yaxşısı bilirsiniz nədir? Eyzənin yerinə eyzəni təsdiqli işlədirik. Məsələn də, yəni olur. Eyzəni təsdiq kimi götürək. Eyzənin yerinə neyzə verək. Məsəl üçün, neither of these pictures is nice. Gördünüz burada, məsəl üçün, eyzər inkar cümləsinin sonunda gəldi. İstərəm eyzəni götürürəm. Eyzəni götürürəm. Məsəl üçün, burada xəbərim nə idi? Didn't idi də, inkar idi. Mən bu xəbəri təsdiq eləyirəm. Təsdiq eləyirəm, amma eyzənin yerinə bir dənə no qoyanda olur neyzə. İnkar formasını düzəltmiş oluram. Boz hər ikisi deməkdir. Bozu harda gördümsə nə verəcəm? Bozdan sonra xəbəri mütləq və mütləq cəmdə verəcəm. Bozdan sonra of gələ bilər. Bozdan sonra of gəlməyə də bilər. Əsas odur ki, bozdan sonra xəbər cəmdə gəlir. All. Əgər hamı deyirəmsə, xəbəri cəmdə götürürəm. Amma hər şeyi deyirəmsə, cansız deyirəmsə, xəbəri təkdə götürürəm. Məsəl üçün, all were present at the meeting. Hər kəs deyir ki, görüşdə iştirak etdi. All was packed for travel. Səyahət üçün deyir, hər şey paketləndi. Burada artıq cansız nəzərdə tutduğum üçün all götürürəm. Sonra all bir də mübtəda olduqda hamı mənasında xəbəri cəmdə götürür. Bayaq dediyimiz kimi all bütün mənasında cansızlarda olanda xəbəri təkdə olur. All shirts cost 25 minutes. All information was useful olaraq istifadə edirik. All ofla da birləşir. Gəldik most. Most dedi ki, isimlərlə istifadə olunanda əksər deyə tərcümə olunur. Most people, əksər insanlar. Amma uşaqlar, most yadınızda sifətin üstünlük dərəcəsində olurdu. Məsəl üçün, the most beautiful, ən gözəl, the most interesting, ən maraqlı olaraq istifadə edirik. Mostdan sonra əgər isim gəlirsə, mostdan əvvəl article olmur. Mostdan sonra əgər sifət gəlirsə, mütləq və mütləq mostdan əvvəl article istifadə edirik. Most of sözü ilə də birləşir. Yenə dediyimiz kimi some'dır, any'dir, half'dır, most'dur. Bunlardan sonraki gələn ismə baxıram. İsmim cəmdə olsa, xəbərimi cəmdə götürürəm. İsmim təkdə olsa, uşaqlar, xəbərimi təkdə götürürəm. Ənazəyə gəldik. Əlavə, əlavə bir, başqa, başqa bir deyə tərcümə olunur. Ənazə. Məsəl üçün, ənazə book. Özündən sonra, bax, ən artiklını görürsünüz. Bunun tərkibində bir dənə ən artiklı var. Ən artiklı varsa, bax, görürsünüz, ən və azə sözünün birləşməsindən əmələ gəlib. Ən artiklından azənin birləşməsindən. Ən var deyə, ən nə ilə işlədirdim? Sayıla bilən tək isimlərlə istifadə edirdim. Bunda da yenə ənazə one, ənazə cup of tea bu cür istifadə edirəm. Azədə başqa deyə tərcümə olunur uşaqlar, digər, ayrı, başqa deyə tərcümə olunur. Azədən sonra nə gəlir? Cəm isim də gələ bilər, azədən sonra sayılmayan isimdə istifadə edə bilərəm. Azə information, azə informations olaraq da istifadə edirəm. Məsəl üçün, no, azə, any, azə, some, azə, what, azə. Miqdar sayıda gələ bilər, azə ilə istifadə olunur. Baxın, məsəl üçün, two, other, some, other, what other bu cür istifadə edirəm. Others, yadınızda uşaqlar, məsəl üçün, yəlik keçmişdik, yəlik əvəzlikləri. Yours, sonunda s var idi. Hüseyin, ours, sonunda s var idi. Bunların sonunda s olanda özündən sonra isim gəlmir. Bu da azə ilə others də eyni mənadadır. Sadəcə sonunda s olanda burada isim istifadə etməyəcək. Özündən sonra isim gəlməyəcək. Bu cür yadımızda nə edirik? Saxlayırıq. Baxın, məsəl üçün, others görürsünüz, isim gəlmədi, don't. Amma bax, burada azə houses, başqa evlər isim gəldi. Azə films isim gəldi. Amma baxın, bunlarda s olanda isim gəlmir. Ziyazə də eyni mənaya gəlir. Digəri, o biri deyə tərcümə olunur. Amma bir şey var ki, burada yuxarıda others olanda, azə olanda ümumi mənada danışır. Dəqiq bilinmir. Amma burada z artikl olanda bilirəm ki, artıq kimə aiddir. Xüsusilə bil, nəysə həmin deyə vurğulayıram. John and Kate are here. John ve Kate buradadır. But where are the other kids? Kids, sorry. Hanı deyir başqa uşaqlar? Where are the other kids? Başqa uşaqlar deyir hardadır. John has two brothers. John'un iki dənə qardaşı var. One of them is a teacher. The other is a, məsəl üçün, nə olsun? Is a doctor. Onlardan biri
müəllimdir, digəri. Artıq iki qardaşı varsa, biri müəllimsə, digəri məsəl üçün kimdirsə, onu bilmək olur ki, o da həkimdir. Yenə eyni qaydada azər sonunda s var, qəti və qəti isim falan heç nə qəbul etməyəcək. Azədən sonra cəm isim gəlir, cəm xəbər istifadə edirik azədən sonra. Baxın, məsəl üçün, I have three brothers. Mənim 3 dənə qardaşım var. One is married. Biri evlidir. The others are single. Başqaları da, digərləri də deyir subaydır. These books are for books. Bu qutular deyir ki, kitablar üçündür. The others for the clothes. Digərləri də, başqaları da paltarlar üçündür. Bu cür istifadə edirəm. İndi gəldi ən əsas negativ pronounlarımıza. Negativ pronounlarda no, none, neither istifadə edirik. Neither, neither də olaraq da deyilir. No heç bir inkar əvəzliyidir. Əvəzliyindən sonra heç bir cür isim istifadə edə bilmərik. Nandan sonra isim istifadə edə bilmərik, amma no-dan sonra isim istifadə edirik. Baxın, məsəl üçün, no book burada gəlir, no time burada gəlir, amma nandan sonra isim istifadə etməyəcəyik. Baxın, görürsünüz, burada isimsiz gəlir. Görürsünüz, nan. Nandan sonra isim gəlmir, amma no-dan sonra istifam gəlir. Amma belə bir şey var ki, no-dan sonra artikel gəlməz. No-dan sonra artikel gəlmir uşaqlar. Any gəlmir. No-dan sonra artikel gəlmir. Any gəlmir. Bunu yadımızda saxlayırıq. Nobody, one, sing sözləri ilə birləşərək törəmə əvəzlikləri də əmələ gətirə bilirlər. Nobody, nothing. Bu cür istifadə edirik. Və bunların da yenə xəbəri təkdə gəlir, amma insana aid olan əvəzliyi cəmdə istifadə edirik. Sonra uşaqlar, none of. Nan bayaq dedik ki, özündən sonra isim gəlməyəcək. Bax, nan, heç biri deyə tərcümə edilir. Heç biri. Is there any bread at home? Deyir, evdə çörək var? Yoxdur, heç yoxdur. Heç, yəni inkarlıq bildirir bizə. None of da işləndikdə həm cəm, həm sayıla bilməyən isim də qəbul edə bilirlər. None of those tribes speaks. None ofdan sonra gördüyümüz kimi isim xəbəri təkdə gəlib, amma indi qaydalara uyğun olaraq təkdə də götürürlər, cəmdə də götürürlər, amma demə uyğun olaraq hələ ki bunun xəbərini təkdə götürək. None of the future is new in our office olaraq da istifadə edirik. Neither ikisindən heç biri deyə istifadə olunur. İnkar əvəzliyi ilə isimsiz, həm də isimlə də istifadə oluna bilər. Neither. Neither problem, neither child. Bu cür istifadə edirik. Neither of my friends was there. I recognize neither of them. İngilis dilində bir sadə cümlədə iki inkar istifadə edə bilmərəm. Baxın, burada didn't qoyuramsa, burada anybody qoyuram. Və ya nobody qoysam, I see nobody qoyaram. Yəni, iki inkardan birini qoyaram. İki dənə inkarı eyni anda istifadə eləyə bilmərəm.